Bugün burada çok maraqlı bir maşını incələyəcəyik. Çox ağır bir qəzadan keçib. Videonu sona qədər izləyin və sizə həqiqətləri göstərək. Bəzən görürsünüz ki, reklamda Çin maşınlarını reklam edirlər. Başına göydən ağır nələrsə salırlar. Göstərirlər ki, Çin maşını dözümlüdür və s. və ilaxır. Bugün isə mən sizə Yaponun Subarusudur, qardaşlar. Yaponun Subarusu. Şuraya imkan versə danışacaq. Aşıb, maşın aşıb, bildiğin ağır bir qəza keçirib. Her tarafı zədələnib. Görürsünüz bak kapotdaki izlərdən. Buradan da görürsünüz izlərdən. Her tarafı maşının zədələnib. Bak burada batıqları görürsünüz. Qlavlı stoykalarda. Amma maşının dam hissəsi çökməyib. Yəni salonda olan, əgər sərnişin kəmər taxıbsa, içindən uçmayıbsa, yəni sağ qalma ehtimalı yüksək faiz dərəcəsi iləndir. Görürsünüz bax, yan airbaglar açılıb, yan pərdələr açılıb. Hər şey qaydasındadır və avtomobil bir kapsul kimi, qoruyucu kapsul kimi içindəki sərnişini bax bu formada qoruyub. Yəni bugünkü gün yetərincə Azərbaycanda populyar olmayan, amma dünyada bax məşhur olan bu modellər var ki, həm təhlükəsizdir, həm dözümlüdür. Ümumiyyətlə Subaru əfsanəvi bir markadır, qeyd şərtsiz və bugün burada gəlmişik Gürcüstanda yerləşən bir növ ölüxana deyək də, ölüxanadır maşınların söküldüyü yerdir. Bura maşınların o son mənzilidir, son dayanacağıdır və burada bütün çılpaqlığı ilə biz sizə hər şeyi göstərə bilirik. Hər bir şeyi incələmə imkanımız olur. Yəni maşınların sizə reklamlarda göstərilən yox, real olaraq, real həyatda qəza sonrası başına gələn halları mən sizin üçün incələyirəm. Növbəti videomuzda hansı maşını incələməyimi istəyirsinizsə yazarsınız şərhlərə və buradan sizə hansı ehtiyac lazım olsa əlaqə saxlayın. 055 248 24 14. Bir daha qeyd edirəm, 055 248 24 14. Hər növ Mazda, Honda, Subaru, Luboy marka modeli üçün ehtiyac hissəsi göndərişimiz mümkündür.